Qobupark sakinləri niyə hər gün eyni nəqliyyat əzabını yaşayır? Qobupark ərazisində yaşayan vətəndaşların 194 nömrəli marşrut xətti ilə bağlı şikayətləri artıq təsadüfi narazılıq deyil, sistemli problemin göstəricisidir. Həftənin demək olar ki, hər günü sərnişinlər eyni mənzərə ilə qarşılaşır. Gecikən avtobuslar, uzun intervallar və həddindən artıq sıxlıq. Ən ciddi problemlərdən biri avtobusların intervalıdır. İki avtobus arasında 20 dəqiqədən artıq vaxtın keçməsi paytaxt ətrafı üçün belə qəbul edilməzdir. Bu isə insanların işə, dərsə və digər vacib ünvanlara gecikməsinə səbəb olur. Daha narahat edici məqam isə odur ki, bu istiqamət üzrə alternativ nəqliyyat yoxdur. 20 yanvar istiqamətindən Qobuparka gedən yeganə xətt məhz 194 nömrəli avtobusdur. Tək xətt üzərinə bu qədər yükün düşməsi isə qaçılmaz olaraq sıxlıq və narazılıq yaradır. Avtobus parkının vəziyyəti də ayrıca problemdir. Xəttdə cəmi 2 yeni avtobusun olması, qalanların isə köhnə və istismara yararsız vəziyyətdə qalması sual doğurur. Niyə qismən yenilənmə ilə kifayətlənilir? Bu yanaşma nə xidmət keyfiyyətini artırır, nə də sərnişin məmnuniyyətini təmin edir. Digər bir ciddi məsələ marşrutun səmərəsiz təşkilidir. Avtobusun Qobuparka çatması bəzən 50 dəqiqədən artıq vaxt çəkir. Səbəb isə marşrutun lazımsız uzadılması, xüsusilə 20 yanvar dairəsi və Sədərək Ticarət Mərkəzi ətrafında vaxt itkisi ilə bağlıdır. Bu isə həm vaxtın, həm də resursların düzgün planlaşdırılmadığını göstərir. Üstəlik Qobuparkdan şəhərin digər istiqamətlərinə birbaşa nəqliyyatın olmaması sakinləri əlavə əziyyətə salır. Bir nöqtədən digərinə getmək üçün ən az 2 dəfə avtobus dəyişmək məcburiyyəti müasir şəhər nəqliyyatı sistemi üçün qəbul edilməzdir. Sakinlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etməyi problemin ciddiliyini bir daha təsdiqləyir. Lakin əsas sual açıq qalır. Bu müraciətlər real dəyişikliklə nəticələnəcəkmi, yoxsa Qobupark sakinləri hələ uzun müddət eyni nəqliyyat çətinliklərini yaşamağa davam edəcək? Mövcud vəziyyət göstərir ki, problem təkcə avtobus sayında deyil, planlanma, idarəetmə və vətəndaş ehtiyaclarına yanaşmada ciddi boşluqlar var. Bu boşluqlar aradan qaldırılmadan isə heç bir kosmetik dəyişiklik vəziyyəti xilas etməyəcək.